Allah'ın izniyle derslerimizi başlayırıq. O yerdən ki qalmışdıq, derslerimizi devam ettiririk. Bir dənə sual burada maraqlı ola bilər bizim üçün. Bir dənə sual maraqlı ola bilər bu ki, biz İslam tarixini nədən ötün oxuyuruq? Qardaşlar eşidirlər hamısı mənim sözlərimi? Bəli, yaxşıdır səsiniz, bəli. Bir sual budur ki, İslam tarixini nədən ötün oxumalıyıq, niyə oxumalıyıq? Quran Rumun 9 ve 10. ayəsində, Rum surəsinin 9. ve 10. ayəsində buyurur ki, Əvələm yəsiru fil ərd və yənzuru keyfə kana aqibətüllezine min qablihim kanu əşəddə minhum quvvətən və əsarul ərd və əməruha əksər mimma əməruha. Quran bir ayə seyir eləmədiz yerin üzündə, görəsiz, nə cürdür sizdən qabaqçılar? Onlar ki, qudrətdən sizdən çox qüvvəyə malik idilər, qudrətmənd adamlarıdırlar və sizdən çox yeri abad elədilər. Yeri deşdilər və abad elədilər və sizdən çox orada abadanlıq yaratdılar. Bir dəlil bu cəhətə ola bilər ki, biz İslam tarixini oxuruq, bilaq ki, bizdən geçmişlər nə işlər görüblər və bizim ata-babalarımız daha belə İslam Peyğəmbəri nə şəkildə dinin eləyə bilibdir, o Ərəb cəzirəsində yaysın. Bu sualın bir cavabı ola bilər. Amma sualın bir qismətində bu cür Quran cavab verir bizə ki, biz deyirik tarix oxuruq, amma Peyğəmbərlərin tarixini, Peyğəmbərlərin içində İslam Peyğəmbərinin tarixini oxuruq. Niyə bunu oxuruq? İlləti bu cəhətdir. Buna görədir ki, Quran buyurur, Bismillahirrahmanirrahim, Ya eyyuhən nəbi, İnna ərsəlnəkə şahidən və mübəşşirən və nəzirən və daiyən ilallah bi iznihi və siracən munira. Əhzab surəsinin 45-ci ayəsi və 46-cı ayəsi. Ey Peyğəmbər, biz səni göndərdik, şahid, ümmətin əməllərinə şahid olasan və mübəşşirən ümmətə, İslam ümmətinə bəşarət verən olasan və nəzira, onlar Allahdan qorxudasan və daiyən ilallah, səni göndərdik, Allaha tərəf çağıran olasan və eznihi, Allahın öz izni ilə və siracən munira, bir yanan çıraq olasan. Nə cür? Görürsən, adam əyləşir evdə, onda görürsən ki, tok getdi və çıraqlar söndülər. Elədir. Bu cür olanda görürsən, hamı qaranlıqda qalıbdır. Qaranqınıqdır, bir ayrı yer görsənmir. Quran bizə bu ayədə bu cür bildirir. Quran deyir ki, ey Peyğəmbər, biz səni göndərdik cəmaat üçün, onlara şahid olasan, yəni əməllərinə. Şahid iki mənası ola bilər. Bir bu ki, bu dünyada Peyğəmbər ümmətə olğu ola bilər. Öz əməlləri ilə, onların içində hazır olmağı ilə başqaları düz yola çəkər. Və həmçinin əməlləri o birisi ayrı dünyada, ahirət dünyasında nə mənədir? Bizim əməllərimizə şahiddir. Rivayətlərimizdə var ki, mömin insanların əməli həftədə 2 gün ərzə olunur İmam Zaman məhzərinə, bu Peyğəmbər məhzərinə. Onlar görürlər bizim əməllərimizi. İrey Peyğəmbər, biz səni göndərdik ta şahid olasan bu insanlara. Bəşarət verən olasan yaxşı əməl əncam verənlərə. Və qorxudasan o insanlar ki, pis əməllər əncam verirlər. Burada bir dənə şayət bir maraqlı sual insanın zehninə gələ. O da budur ki, biz hardan bilək ki, Peyğəmbər bizim əməllərimizi görə bilər. Ayəsdən imkanlı ola bilər ki, ayrı başqası bizim əməllərimizi görə, Allahdan başqa
ayrıları bizim əməllərimizə baxan ola, görən ola, eşidən ola bizim əməllərimizi. Baxın, bütün insanlar həyatlarında bu məsələni təcrübə ediblər. Hətta kafir insanlarda. Həyatlarında bu var ki, görürsən, bir gün, bir gecə yatıb yuxu görür, 5 dəqiqə yuxu görür, amma bir aləm hadisələri görür və bu hadisələr eyni şey sonra ittifak düşür, üz verir. Gördüğü yuxuyu həyatında üz veribdir. Eyni şey ittifak düşübdür. Bu nə mənənin qudrətidir? Ruh insandır. İnsanın ruhu nə qədər mütali olsa, uca olsa, yuxarı olsa, hadisələri görər. Başqalarının əməllərini də görə bilər. Peyğəmbər ki, Xatəmən Nəbiyyin, həstinin yaradılmışların ən gözəli, ən böyüyü, ən sevilmişi, ən seçilmişidir. Bu əzəmətdə insan ruhu ilə eləyə bilər ki, bizim əməllərimizi görsün. Və həmçinin, yəni ha belə bizə bəşarət verir. Baxın, bizim əməllərimizi gördü, yaxşı əməllərimizə bizə bəşarət verən olar ki, ay insanlar behiştə getməlisiniz. Və nəzirən bizi qorxudan olar. Nə mənə də günahlarımızdan. Biz insanların əməli Peyğəmbərə gizlin deyilmi? Və daiyən ilə Allah bizi çağırar Allaha tərəf. Allahın izni ilə və sıracən munira bir işıq verən bütün parlaq çıraq kimin elə bir yerdə tok gedibdir. Birdən bir parlaq çıraq gün çıxır ya ay çıxır, hər yer işıqlanır. O qaranlıq zülmətli çöllərdə, Ərəbistan çölündə ki, bütün cəmaat çətinlikdaydılar. Uşaqların öldürüldülər, bir-birini öldürüldülər, daimən müharibədəydilər bir-birinə. Bu zamanda çıraq Allahın izni ilə gəldi ta cəmaati hidayət eləsin. Ona görə biz nə mənədir? İslam tarixini oxuyuruq, Peyğəmbərimizin tarixini oxuyuruq ki, görək Peyğəmbərimiz nə cür insanları yola gətiribdir. Qəbləzin ki, bundan qabaq ki, başlayaq Peyğəmbərin tarixini davam etdirək, Ərəbistan cəmaatının İslamdan qabaq olduğu fikirlərin, bəzi zatların tozih vermişəm. Bir, iki dənə ayə, üç dənə ayə bu barədə deyirəm məhzərizə, bu cəhətdə. Dedik ki, qabaqçalarda dedik ki, Ərəbistan cəmaati başqa bir yolları vardı. Allah'a qəbul etmirdilər və butpərəst idilər, butlara ibadət edirdilər. Bunu neçə dənə ayədə eləyə bildik biz, yazaq, yadımızda saxlayaq. Bunda ayələr deməmişkim məsələlərizə. Çünki əvvəl günü də elə orada bir müqdar tələsi ilə dolu qonaqlıqda. Amma davam etdirməkdə dedim, bunu təkmillədər. Ərəbistan cəmaati, yəni Hicaz cəmaati, yəni o cəzirədə yaşayanlar, Ərəb cəzirəsində yaşayanlar, bu cürdürlər ki, Peyğəmbər sual edirdilər əndən ki, əcələl aləhətə ilahən vahidən en hada, Peyğəmbərə deyirlər, əcələl aləhətə ilahən vahidən en hada lə şeyin uca. Aya, sən Məhəmməd, qərar verirsən o Allahlar ki, biz onların mütəəddid Allahlara qailiq, lata qailidirlər, uzaya qailidirlər, mənətə qailidirlər və bütün yekə-yekə butlara, başqa zatlara, başqa Allahlara qailidirlər. İyi ki, sən bu Allahların hamısını yığın, istəyən bir dənə Allah eləyəsən, bu çox əcib bir şeydir bizim üçün. Bunu biz qəbul edəmərik. Amma başqa bir yerdə bu Sad surəsinin 6-cı ayəsidir ki, oxudum xidmətlərinizə. Başqa bir ayədə deyir ki, Pərverdigar aləm olar deyir ki, وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ لَيَقُولَنَّ اللّٰهِ. Əgər o butpərəstlərdən, but sitayiş edənlərdən soruşulsa ki, kim yaradıb bu göyləri və yeri? Hətmən, əlbəttə deyərlər ki, Allah yaradıb. Loqman surəsinin 25-ci ayəsində və
ha belə Zümer surəsinin 38-ci ayəsində də bu məsələyə işarə olubdur. Başqa bir sözlər var idi. Allaha bunlar bizzatlar bağlayırdılar. Vəllezine ittəxəzu min dunihi əvliya ma na'buduhum illa liyuqarrabuna ilallahu zulfa. Zümer surəsinin 21-ci ayəsində bu sözü deyirlər. Onlar içi tuttular Allah'tan başqa ayrı vəlilər, ma na'buduhum illa deyirlər biz ibadət eləmirik onları illa liqarrabuna ta ki bizi yoxunladalar Allah tərəfinə bizi yoxunladalar. Və qalu ittəxəzəllahu vələdən subhanahu. Quran deyir, Ənbiya surəsinin 26-cı ayəsində deyir ki, dedilər o putu sitayiş eləyənlər Allah Teala özünə bir oğul yaradıbdı. Özü üçün bir balası vardı. Subhanahu. Haydi Allah bu məsələdə. Yəni Allah Teala'ya deyirdilər ki, oğladı var. Mələkələr də qahan deyirdilər, mələkələr də qızdılar. Bunları etiqadasından onlar ki, mütəqid edilər, mütəqidatlarından biri də buydu. Ələkumuz zəkərə və ləhul unsa. Quran soruşur bu istahiş eləyənlərdən ki, aya sizin üçün oğlan uşaqlarıdır, Allah üçün qızlardılar, müzəkkərlərdirlər. Nəcm surəsinin 21-ci ayəsi. Fəstəftihim əli rabbikəl bənatu və ləhumul bənun əm xələqnəl mələikətə inasən və hum şahidun. Saffat surəsinin 149-cu surəsində, 150-ci surəsində bu məsələni bildirir ki, deyir onlardan sual elə, tələb fəhm elə, tələb elə onlardan ey Peyğəmbər, əli rabbikəl bənatu və ləhumul bənun. Aya sənin Allah'ın üçün qızlar vardı və onlar üçün oğlan uşaqları onun üçündür. Əm xələqnəl mələikətə inasa. Aya biz mələkələri qız yaratmışıq və hum şahidun. Onlar orada hazır edirlər bu məsələyə. İstir deyə təksib eləyə. Bunlar ki deyirlər Allah Teala üçün mələkələr Allah'ın qızları deyə Allah üçün bir oğlat var. Bunlar hamısı qələt bir sözdür. Quran bunları göstərir ki, geçmişlərdə İslam gəlməmişdən bax, belə fikirlər varları idi. Əcib, bundan başqa ayrı sözlər vardı. Quran deyir və cəalu beynəhu və beynəl cənnəti nəsəbə və ləqəd əlimətil cənnətu innəhum ləmuhzərun. Deyir, qərar verirlər Allahla cinnin arasında nisbət. Deyirlər, Allah cinninlə famildir. Allah cinnin familiyasıdır. Və ləqəd əlimətil cinnətu. Ha belə cinnilər bildilər ki, innəhum ləmuhzərun. Onlar da hazır olanlardır Allah'ın məhzərində. Onlar da Allah'ın bəndələridir. Onlar da hesab verəndir. Saffatın 158-ci ayəsidir. Və qaləl-ləzinə la yərcunə liqa'ına. Dedilər, onlar ki, bizim ümidi yoxudur ki, bizimlə mülaqat eləyələr. Ma hiyə illa həyatuna dünya və ma nəhnu və məb'usin. Deyir bizim fəqət həyat, zindəqanlığımız məgər bu dünyada və biz dübarə dünyaya gələn deyirik. Bu da Ən'amın 29-cu surəsində də bu ayə nədir? Bizə göstərir ki, bu sitayiş edənlər qiyamətə də etiqad yoxları idi. Qiyaməti də qəbulluqları yoxdur. Ayrı başqa bir ayədə deyir ki, qaləl-ləzinə əşrəkû ləv şəəllâh mə əbədnâ min dunihi min şey. Nəhnu və la ābâuna və la harramnâ min dunihi min şey. Deyirlər ki, cəbrə qail idilər. Deyirlər ki, Allah istəsəydi bizi, Allah Teala istəsəydi biz ibadət eləməzdik. Ondan başqa Allah ayrı bir zadı. Nə biz və nə ata-analarımız və bir zadı da biz özümüzə haram eləməzdik. Və la harramnâ min dunihi min şey. O istəməyəndən başqa zatlar özümüzə haram eləməzdi. Bunlar hamısını göstərir ki,
Otpərəstlər bir xas dinə malik deyildilər. Cürə etiqada, cürə fikirlər, cürə səliqələr bunların içində vardı və Peyğəmbər bu zülmani zamanda gəldi, ta bunları nə mənədi? Allah'a tərəf çəksin. Ha belə başqa bir yerdə Ənfal surəsində var ki, bunların o müşriklərin namaz qılmanın barəsində deyir ki, və ma kana salatuhum indəl beyt illa mukaən və təsdiyə. Ənfal surəsinin 35-ci ayəsidir. Deyir, yoxdur bunların namaz qılmağı beytin kənarında, yəni Məkkədə bunlar namaz qılırdılar, amma namaz qılmaqla nə idi? Namaz qılmaqla çəpik çalmaqdır, qışqa çalmaqdır. Əllərin qoydular ağızlarına, bir səs çıxaldırdılar ki, biz Allah'a ibadət edirik. Sonra Allah Teala buyurur ki, əvələm yərəv ənna cəəlna hərəmən amina və yətəxəttəfun nas min havlihim. Aya, onlar görmürdülər ki, biz onları Məkkəni qərar verdik, əmni bir yer. Amma o Məkkənin ətrafında cəmaatı həmləvər olurdular cəmaata. 62-ci ayə Ənkəbut surəsindən. Bu da göstərir ki, müşriklər xilafən o ki, deyirdilər biz nə mənədir? Allah'a qəbulluğumuz var, bəzi yerlərdə Kəbəni qəbulluğumuz var. Kəbənin ətrafında da qan tökürdülər. Kəbənin ətrafında da qan tökürdülər. Amma bunlar hamısı ola gəlirdilər birdən Peyğəmbər ki, təzə başladı ayələri bilələrinə. Desin, oxusun. Sual olsa buyursunlar mənə bura kimin. Əgər sual varlardı buyursunlar, mən sonra devam ettirim. Aydın da, Allah razı olsun. Bəli? Devam edin, ne var? Yok, aydın ben şey yardım. Devam edelim, gözümüz. Kur'an'da bir ayede buyurur ki ma semeyna bihada fil milletil ahireti in hada illa ihtilak. Otosita geleyenler Peygamber'e deyirlər ki biz eşitmemişik. Başka milletlərdə bundan qabaq belə bir zatlar ki sen Peygamber gətirmişsən. Bu bir sözdür ki özün düzəltmişsən. Allah'ın tərəfindən deyir. Sonra Peygamber'e deyirlər başında Peygamberle muqabilə etmə. Ki bu nədir muqabilə etmək? Gördülər ki yavaş yavaş Peygamber ki ayələri okudu cəmaata. Bunların cavanları gəldilər din yoluna. Cavanları gəldilər düzlüklara. Cavanları gəldilər ədalət yoluna. Bilirsiniz Peygamberlərin neçə dənə vəzifəsi var insanların barəsində. Peygamberləri məbus edir Allah Teala neçə dənə mühüm işdən ötür. Birincisi budur ki Peygamberlər hamısı elan edirlər. Qulu la ilahe illallah tufluhu. Ey cemaat, ey insanlar, deyin la ilahe illallah. Allah'tan başka ayrı Allah yoktur. Felaha çatın. Birinci işi Peygamberlerin budur ki insanları Allah yoluna çağırsın. İkinci iş ne benerdir? İkinci iş budur ki Peygamberler gelsinler, necat versinler cemaati tağutun elinden. Peygamberler necat versinler cemaati zulmün elinden, bir adaletçiliğin elinden, adaleti bütün dünyada yaysınlar. Mesela Peygamberlerin asli işlerinden biri budur ki cemaatin içinde, insanların içinde adaleti təbliğ etsinlər və ədalətə tərəf çəkilməyi mərdumə bildirsinlər. Peyğəmbərlərin başqa işi nə mənədir? Quran ayəsi oxuyuram. Və yüzəkkihim və yuallimuhumul kitabə vəl hikmə və in kanu min qablu ləfi dalalin mubin. Peyğəmbərlərin işi biri budur ki, öz Peyğəmbərimiz də biz Peyğəmbərlərin kimi insanları təmizləyələr, pak eləyələr.
ayrılıklardan, yalancılıklardan, uğurçuluklardan, tamam pis işlerden cemaatı pak eləyənlər. Və yuallimuhumul kitabe vel hikmə. Onlar üçün kitab öğrədələr. Onlar üçün hikmət öğrədələr. Hikmət elmidən başqa bir zatdır. Elmidən yuxarıdır. Hər o zat ki, elmi ola və əvvəl də onun kənarında ola, o hikmətdir. Hikmətin barəsində var rivayətlərdə ki, Peyğəmbər İslam buyurmuş ola ki, Allah Teala hikməti o adamlara verər ki, onları sövə, onları istəyə. Bəs Peyğəmbərlər, ənbiya gəliblər ki, insanların səsinə düzlük yoluna. Buna görə biz Peyğəmbərin tarixi bizim üçün maraqlıdır. Peyğəmbərin tarixi bizim üçün qiymətlidir. Peyğəmbərin tarixi bizim üçün ərzişi vardır. Hətmən gərək Peyğəmbərin tarixini oxuyaq. Ta görək nə mənədir? Geçmişdə Peyğəmbərdən qabaqçılar nə işlər görürdülər və Peyğəmbər gəldi onları hansı işlərdən uzaq saldı. Kur'an deyir və mən yəkur bit-tağut və yevmin billahi fəqəd istəmsəkə bil-urvatil uska. Hər kim küfr eləyə tağuta, yəni kafir ilə mübarizə apara, kafirin sözünə baxmaya, Allah yoluna gələ, ayrılıqlarla mübarizə apara və müharibə apara və Allah deyən sözlərə gələ, insanlığa gələ, məhəbbətə gələ, Allahın böyük risimanına demək olar ki, insanlar ola bilər. Bu söz ki, geçmişdə məsələn bir bəzi eşikdə oyunlarda neçə nəfər gözdən bir dənə ipi yapışıblar, möhkəm bir tərəfdən çəkirlər, bir başqaları bir ayət tərəfdir. Bu bir oyundur. Amma Allah Teala istəyir burada göstərər ki, bütün insanlar gələ Allahın ipindən yapışsınlar. Yəni Allah deyən cəhətə, Allah deyən tərəfə geçsinlər. Amma bunu deməliyik ki, Peyğəmbər bu cür başladı. Əvvəlcə dedik, təbliği, dini yaymağı öz ailəsindən başladı. Öz ailəsinə dini yayandan sonra bir iddə insanlar, Əmirul-Müminin Əli ibn Əbi Talib, Xədicə Kubra, Həzrəti Əbu Talib, bir də başqa cavanlar gəldilər Allahın dininə, Allah Teala əmr elədi, başqa insanlar da təbliğ eləyib Peyğəmbər. Peyğəmbər ki başladı təbliğ etməyə, müşriklər başladılar Peyğəmbərdən cürə-becürə suallar eləməyə. Suallar çox idi. Neçə cürə suallar vardı? Birinci sualları budur. Deyirlər ki, yəsəlunəkə ənis-saə əyyânə mursaha qul innəmə ilmuha ində Rabbi. Səndən soruşurlar qiyamətdən ey Peyğəmbər. Bu Əraf surəsinin 188-ci ayəsidir. Deyir, Peyğəmbər səndən soruşurlar qiyamətdən, qiyamət ha vaxtdır. Qul innəmə ilmuha ində Rabbi. Decinən budur, bundan başqa deyir. Onun elmi mənim Allahımın tərəfindədir. Allahın mülkü qiyamət ha vaxtdır. İkinci sual budur ki, Zilqərneyn adında bir insan var. Tarix boyu əzəmətli bir insanımış. Allah tərəfindən gəlib, zalimlərin fineşibdir, zalimləri dağıdırdır. Tarixdə adı qalıb, Peyğəmbərdən soruşurlar ki, yəsəlunəkə ən Zilqərneyn. Səndən soruşurlar Zilqərneyndən. Qol səətlu aleykum minhu zikra. Decinən ey Peyğəmbər, yoxundur sizə deyəm onun barəsində. Xəbəri verəm ki, sonra görürük ki, Zilqərneynin fəssəl dastanı Quranda mətrəhdir, cəmaata yayılıbdır. Bu, Kəhv surəsinin 84-cü ayəsidir ki, oxudum xütməsi. Ruh barəsində sual edirlər Peyğəmbərdən. Həman butpərəslər, müşriklər. Və yəsəlunəkə ənir ruh. Sual edirlər, Peyğəmbər, sən ki, sən mən Peyğəmbərəm, ruh nəmə nədir? Ruh nə deməkdir? Qolur ruhu min əmri Rəbbi. Decinən, ey Peyğəmbər,
Ruh mənim Allahımın işindəndir, Allahımın dəsturlarındandır, əmrlərindəndir. Mə utitum minəl ilm illa qalila. Elmidən verilməyib sizin üçün, məgər bir az. Siz ruhdan nə düşünə biləcəksiniz? Düşünə bilməzsiniz ruh nə mənədir. Bu da İsra surəsinin 85-ci ayəsidir. Başqa bir sual da ki, Peyğəmbərimizdən edirlər, budur ki, sual edirlər Peyğəmbərdən ki, Əm həsibdə ən əshabəl kəhv və rəqim kanu min ayatına əcəba. Xub, deyin görək, bu ayə bir bizə göstərir. Əm həsibdə ən əshabəl kəhv və rəqim. Ayə sən bir cür saydın, əshab-ı kəhv, əshab-ı rəqim, mağarada qalan insanlar, bunlar kanu min ayatına əcəba. Aya bizim əcib insanlarımızdan, əcib nişanələrimizdən suallardan da biri budur. Kəhv surəsinin 9-cu ayəsi. Suallardan sual edirlər. Qul, yəsəlunəkə anil cibal. Yəni, qul yənsifə Rabbi nəsfa. Səndən soruşurlar dağların barəsində. Sən deynən ki, Allah Teala bunları hər vaxt istəsə dağıdacaqdır. Allah Teala nə cür onları, nə şəkildə onları vücuda gətiribdir, nə cür dağıdacaqdır. Bunlar deynən bilirlər. Bu Taha surəsinin 108-ci və 106-cı ayələrində bu məsələlər mətrih olublar. Peyğəmbərdən başqa bir zətdə ki, istərdə budur ki, və qalu, dedilər müşriklər, lən numinə ləkə hətta təfkürələn naminəl ərzi, sənə iman gətirmərik biz. Hain ki, sən bizə yerdən çeşit qalırsın işə. Allahdan istəyəsən ki, yerdən nə mənədir bizə su verə. Yerdən bizdən birə su çıxar ki, onun adına çeşmə deyirik da özümüz. Azərbaycanda nə deyərlər, yadımdan çıxıb mənim. Elə çeşmə deyərlər ağa, ya çeşmə, ya bulaq, belə deyərlər. Bulaq, hə, bulaq. Bulaq çıxarsın. O təkunə ləkə cənnətun, ya sənin üçün niyə bir bağ yoxdur? Min nəxilin və inəb, üzüm bağlarından, hurma bağlarından. Belə bir zatlar Peyğəmbərdən sual edirlər. Bu da İsra surəsinin 90-cı və 93-cü ayəsində bunlar vardılar. Və bəli, sən niyə bizə xurma ağaçları çıxartmısan? Niyə? Sənin bir dənə evin yoxdur Qızıldan, bu ayənin elə idaməsindədir. Ya niyə göylər səmtənə getmirsən? Bir pillə yoxdur göylər səmtənə gedəsən, bir pilləkan ola onunla gedəsən göylər səmtənə. Ha belə deyirlər, sənə iman gətirmərik. Ta ki, sən bir kitabı gətirəsən ki, biz onu oxuyaq. Deyilən Allah pahdir, münezzəhdir. Aya mən bir insanam, tecöz başqa insanlar, mən də sizin tarzı insanam. Məgər bu ki, mənim üçün Allah Teala əmr edib ki, Peyğəmbərəm, risalətim var. Bu işlər, bu sualları elədilər, hamısına da cavab eşitdilər. Ondan sonra başladılar Peyğəmbəri, İslam Peyğəmbərin əziyyət etməyə. Bu suallardan sonra başladılar Peyğəmbəri əziyyət etsinlər. Peyğəmbəri 3 il saldılar Şeyb Əbi Talibə. Onlar ki, Məkkəyə gediblər, bilirlər Şeyb Əbi Talib haradır. Kəbənin elə divarının kənarında bir uca dağ var, o dağın yanında bir dərə var. Ora Şeyb Əbi Talib deyənlər. Əbu Talibi, Peyğəmbəri, o müsəlman olanların hamısını yığdılar, götürürlər, qoymurdular qəza gəlsin. Bu təriqlə onlara əziyyətə saldılar, fişara saldılar və neçə nəfəri şikəncə altında əz cümlə Əmmar Yasiri şəhadətə getirdilər. Süməyyəni der vaqə Əmmarın dədəsi Yasiri şəhadətə getirdilər. Süməyyə cinənəsi şəhadətə getirdilər ki, hətta Əmmara o qədər fişar verdilər ki, həqiyyə şəklində dedilər, deynən Allah yoxdur. Ələyazı billah dilinə gəldi. Sonra gəldi Allah. Peyğəmbərin məsələn ki, ya Rasulullah, mən belə demişəm, kafir oldum, ayə nazır oldu. Mən kəfərə billah min bə'd imanihi. Mən kəfərə billah min bə'd imanihi. İlla mən ukrəhə və qəlbuhu mutmainnun bil iman.
Her kim Allah'a kafir olsa, qalsın dersə ki, kafir olub da Allah'a imandan sonra. Məgər o adamlar ki, kafir olmazlar. Əgər qəlbən Allah'a inan varlardı, etiqad varlardı. Amma şərab asıblar dillərində bir başqa bir söz deyirlər. Bu da Nəhl surəsinin 2-ci ayəsi. Ondan başqa dedik, başladılar mühasirəyə salmağa əziyyətdən sonra. Və minən nas mən yəqulu amennə billah və əzə uziyə fillah cəələ fitnətən nas kəzabillah və ləən cəanəsum min rəbbik və yəqulunnə inna kunna məkum. Bir də deyir, insanlardan vardılar ki, dedilər sizə iman gətir. Amma çünki Allah yolunda əziyyət oldular. Mərdumun giriftarsılığın Allahın əzabı saydılar. Deyirlər, amma əgər Allah tərəfindən bir köməkliği gəlsə, deyərlər biz sizinəndik. Amma köməklik olmayanda Allah'a da yaddan çıxarlarlar. Ənkəbut surəsinin 10-cu ayəsidir. Bunu göstərir ki, Peyğəmbəri əziyyət edir. Ondan başqa başlarda Peyğəmbəri dilləri ilə əziyyət etməyə. O 3 ildə eləyə bilmədilər. Müsəlmanları öz dinlərindən uzaq etsinlər. Müsəlmanları öz dinlərindən çəksinlər qırağa. Çalışdılar başqa bir sözlərlə müsəlmanların arasında ixtilaf sınırlar. Qahan Peyğəmbərə bir vaxt deyirlər Peyğəmbər sehr eləyəndir. Bir vaxt deyirlər Peyğəmbər cadugərdir. Bir vaxt deyirlər ki Peyğəmbəri bu göz vurur, gözü ilə başqalarına xəsarət yetirir bu Peyğəmbər. Ya deyirlər fitnə edir bizim ümmətin içində. Tayin ki başladılar ki nəxşə çəkdilər Allah Taala'nın Peyğəmbərin öldürsünlər. Əmri yetirdilər bura ki və iz yəmkuru bikəl-ləzinə kəfəru liyusbitukə əv yəqtulukə əv yuxrucuk və yəmkurunə və yəmkurullahu Allahu xeyrul makirin. Bu Ənfal surəsinin 30-cu ayəsi. Bir yada sal ey Peyğəmbər, o vaxt ki sənə küffar məkr elədilər, hilə elədilər. Ta səni işindən işimin qabağını alalar, qoymayal öz işimi görəsən. Ya səni öldürələr, ya səni Məkkədən çıxanlara ötürələr eşiyə və sənə hilə elədilər. Allah da onlara hilə elədi. Allah hilə eləyənlərin böyüdür. Yəni, heç kəs Allahın dininə və özünə, Allah dindarlarına hilə edə bilməz. Çünki hilələrin hamısı Allahın yanındadır. Allah Teala bütün yolların hamısını bilir. Əgər istəsələr imanlılara, iman sahiblərinə xətər yetirərə Allah Quranda vədə verib. İnnəlləhə yudafi'u anillezine amanu. Allah difa eləyər əhl-i imandan. Necə ki bu ayədə qabaqçı ayədə oxuduq ki və yəmkurullahu Allahu xeyrul makirin. Sənə məkr elədilər, Allah da onlara məkr elədi, hilə elədi. Allah hilə eləyənlərin böyüdür. Amma bu məsələ ki gəldi qabağa, müsəlmanlar çətinliğə düşdülər. Bir dəsi Peyğəmbərin əmri ilə getdilər hara? Getdilər Həbəşə məmləkətinə. Həbəşə məmləkəti bilirsiniz nə deməkdir? Etiyopiyada. Qardaşlar, Etiyopiya'dır. Etiyopiyada. Etiyopya həman Həbəşə məmləkətidir. Orada Etiyopiya'nın şahı Allah'ı qəbul edənlərdəndir. Peyğəmbərin əmrindən bir də müsəlmanlar getdilər ora, sözlərin nəcat etsinlər. Müşriklər də bunların dalısında düşdülər, getdilər. Tayin ki, bunların vaxtı şahları gördü ki, müsəlmanlar başqa bir sözlər deyirlər, gözəl bir sözlər deyirlər. İsa'nı gözəl adından yad elədilər, Həzrəti Məryəmi gözəl adından yad elədilər. Çox ehtiramla qəbul etmədi, müşriklərin hədiyyələrin qeytərdi özünə və müsəlmanları orada saxladı. Allah Teala əvvəlcə əmr elədi və əziyyətdə ki, təsbir. Ay Peyğəmbər,
Fəsbir kəma səbəru ulul əzmi minər rusul. Dedik biz çalışacaq, bir neçə müddətə kimi, şayət 20 cələsə davam edilə bu iş, İslam tarixini Qur'an özü ilə deyək biz. Əgər İslam tarixini Qur'an ayələri ilə tətbiq edirik da, bu bizim üçün yaxçıdır, maraqlıdır. Başqaları da eləyə bilməzlər, deyərlər, yox, bunlar İslam tarixində yoxdur. Halbuki bilirsiniz, İslam tarixini bütün bizim sünni qardaşlarımız yazıblar. Şiə İslam tarixini qoymayıb da yazsın. O zamanki hükümet yoxlarıymış o surətdə. Əgərçi bir az müddət zamanda bəzi hökumətlər var ki, bunlardan vaxtında inşallah danışacaq. Amma əvvəlin işi ki, Allah Teala Müsəlmanlara əziyyət edəndən sonra Peyğəmbər əmr edir, budur. Bu ayədir. Təsbih, tamam, səbərə ulul əzmi minər rusul. Peyğəmbər səbr elər, heç səndən qabaq ki, ulul əzm peyğəmbərlər, səbr, ulul əzm peyğəmbərlər kimidir, qardaşlar, bilirlər? 5 peyğəmbər. Hansı peyğəmbərlərə ulul əzmi deyirik? Sahiban-ı irad sahibləri, hansı peyğəmbərlərdir? 5 peyğəmbərdir də, səhv eləmirəmsə. Deyə bilərsiniz? Nuh əleyhissalam, İbrahim əleyhissalam. Nuh əleyhissalamdır. İbrahim əleyhissalamdır. Musa əleyhissalam, İsa əleyhissalam, bizim Həzrət Peyğəmbərimiz. Əhsən, sağ olun. O peyğəmbərlər ki, özlərindən din gətirmişlər, din varları idi. Başqa dinlərdən təbəiyyət etmirdilər. Allah Teala Qur'anda buyurur, Əhqaf surəsinin Əhqaf surəsinin 35-ci ayəsində buyurur ki, təsbih. Ey Peyğəmbər səbr elə, kəma səbərə ulul əzmi minər rusul. Necə ki, ulul əzm peyğəmbərlər səndən qabaq səbr etdilər. Sonra bir başqa ayədə buyurmuş olar ki, fəstəqim kəma umirt. İstiqamət elə, təhəmmül elə. Dayan cinan, necə ki, əmr olundun. Və la təttəbi əhvaəhum. Müşriklərin, kafirlərin havai nəfslərindən təbəiyyət etməklə həsbir innə vəədullah haqqun səbr eləcilən Allahın vədəsi haqqdır və la yəstəxiffənnəkəlləzinə la yuqinun səni çiçik saymayalar, çiçik eləməyələr onlar ki Allahın dininə yəqin yoxlarıdır. Bu da Rum surəsinin 60-cı ayəsindədir. Bu mətləb Allah Teala əmr edib Peyğəmbər. Bu iş olandan sonraki səbr ayəsini oxudu. Allah Teala əmr elədi Peyğəmbəri və əshabını səbrə. Ondan sonra yavaş-yavaş başqa ayələrdə görüb ki, müşrikləri başlayır qorxutmağa, təbəhkarları başlayır qorxutmağa. Fəin ə'razu fəqul ənzərtukum saiqətən mislə saiqətə Adın və Səmud. Fussilet surəsinin 13-cü ayəsindədir. Deyirəkən, ey Peyğəmbər, səndən üz göndərdilər, sözüvə baxmadılar, decinən onlara, əqol, decinən ənzərtukum, mən sizi inzar elədim, qorxutdum sizi, nəmən edən, saiqətən, o ıldırımdan ki, misli saiqətə Adın və Səmud, Ad qovmuna gələn ıldırım, Səmud qovmuna gələn ıldırım kimindir? Ildırım bilirsiniz nə deməkdir da? Ildırım nə deməkdir? Yəni, rus dilindən molniya deməkdir, şimşək çaxmaq. Əhsən, şimşək deməkdir. Şimşək çalmağa ıldırım deyər. Şimşək vurdu, Ad qovmunu, Səmud qovmunu dağıtdı. Bətər yağış yağdı, sonra şimşək vurdu, bərq hamısını öldürdü. Allah Teala müşrikləri Peyğəmbərin dili ilə təhdid edir, qorxudur. Ki, əgər siz üç söndərsəz, məndən sözümə baxmasaz, mən sizi o şimşəkdən qorxuduram ki, Ad qovmuna, Səmud qovmuna gəldi. Ondan başqa Allah Teala bir nəfərə ki, Peyğəmbəri sahir xitab eləmiş ki, Vəlid ibn Müğeyrə adında
bir ayə nazil oldu. Zərni və mən xəlaqtu vəhida və cəaltu ləhu malan məmduda və bəninə şuhuda thumma yətməən əzid kəlla. Deyir, ey Peyğəmbər, məni qoycunan, bellə məni o adamla ki, onu mən özüm təh yaratdım. O nasipas insanıdır, şükürlər insan nə idi? Çox mal verdim ona, çox oğlad verdim ona. Həməyi var ki, nə mənədir? Çox aldım, Allah qorxudur. Hesabına yetişəcəyim, belə eləyəcəyim, elə eləyəcəyim. Ya, Nəzr ibn Haris adında bir adam ki, iddia elədi ki, Qur'anın mislini gətirirəm. Bu, ikinci ayə ki, oxudu, Müddəssir surəsinin 15-ci və 11-ci və 15-ci ayələridir ki, oxudu. Üçüncü ayə ki, oxuran budur. وَلَوْ تَرَا اِذُ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ. Ey Peyğəmbər, əgər sən görəsən o zaman ki, zalim və sitəmgər insanlar səkerat-ı mevtuda qərar tapırlar, yəni ölüm vaxtı yetişir onlar üçün. Vəl-mələikətu basitu əydiyəhüm. Mələkələr əllərin açıblar ki, onların canlarını alsınlar. Əxrucu ənfusəkum əl-yəvm tuzavna əzabəl-hum. Çıxaldarıq sizin canınızı, canlarını çıxaldırın onların bədənlərindən. Bu günlərim sizə cəza veririk, bir cəza içinə mənədir, sizi zillətə salsın. Və ma kuntum təqulunə əlallah qeyrəl-həq. Ona görə ki, deyirsiniz Allaha başqa bir zatlar, nahaq sözlər deyirsiniz və kuntum ən ayatı təstəqurun. Siz varadınız Allahın ayələrindən üst çönlərirdiniz, Allahın ayələrinə dal çönlərirdiniz və Allahın sözünə baxmırdınız. Bu da Ənam surəsinin 93-cü ayəsidir. Bir başqa ayədə də Allah Teala bədi əzab verir. Fəsbir innə vədəllah haqqun və imma nuriyennəkə bəzəl-ləzinə iduhum o nətəvəffəyennəkə fə ileynə yurcəun. Ey Peyğəmbər, səbr elə. Allahın vədəsi həqdir. Pəs ya, o iş onlara vədi əzab vermişik. O əzab onlara yetişər. Ya səni Allah Teala dünyadan aparandan sonra onların hesabına yetişər zalim insanları. Ondan başqa Allah Teala başladı şübhələrə də cavab verməyə. O işgallar ki, Peyğəmbərə gətirirdilər. O işgallar ki, Peyğəmbərə edirdilər. Peyğəmbərə əcüm işgallardan bir buydu. Deyirdilər ki, əhum yəqsumunə rəhmətə Rabbik nəhnu qəsəmnə beynəhum məişədəhum. Onlar deyirdilər, biz Allahın rəhmətini təqsim edirik. Bu qot Allahın filan cür rəhmətini verəndi. O birisi qot Allahın filan cür rəhmətini verəndi. Allah Teala buyurdu ki, Allahın rəhmətini onlar bölürlər. Bizik ki, onların üçün ismət edirik rəhməti onların ruziləri. Zuhruf surəsinin 32-ci ayəsidir bu. Sonra sual edirlər Peyğəmbərdən ma səmeynə bi haza fil millətil axirə. Biz başqa millətlərdə, Sad surəsinin 7-ci ayəsidir. Deyirlər, biz başqa millətlərdə belə bir iddia görməmişik. Sən Peyğəmbər olasan, bir dənə kasıb uşaq, bir dənə yetim uşaq gələ Peyğəmbər ola. Allah Teala cavab verir. Əm indəhum xəzaun rəhməti Rabbik əl-əzizil-vəhhab. Aya onlar bu iddianı edirlər. Onların yanındadır Allahın xəzinələri. O Allah ki izzətməndidir, Allah ki qudrətməndidir və ehsan eləyəndir bütün insanlara. Sad surəsinin 9-cu ayəsidir. Bir-iki dənə də ayə oxuyaq. İnşallah da sözümüz qalsın. Birisi gün, başqa bir gündə davam etdirək. Acaba bura kimi sualınız var? Deyin, yoxdur, bir-iki dənə də ayə oxuyaq. Bugünkü qurtaraq inşallah. Mən biraz yorulmuşam deyin. Buyurun, davam edin. Yorulursunuzsa istəyirsiniz, canım da davam edin. Yox, bir neçə dəqiqədə davam etdirəm. İnşallah sonra da mənədir. Mən bugün işim çoxudur, biraz yorulmuşam inşallah. Başqa gündə davam etdirəcəm. Allah Teala onların suallarına cavab verdi. Əvələv kana abauhum la yəquluna şeyən və la yəhtədun. Aya onların ata-anaları bizzat bilmirdilər, hidayət olunmurdular. Biz onların ata-analarından təbəiyyət edək. Yox, belə deyil. Sən
Peyğəmbər Allahın sözlerine baxmayacaqsan. Bəqərə surəsinin 170-ci ayəsidir. Başqa bir yerdə də ki, Allah Teala onların ağılsız işlərini rədd elədi. Allah Teala dedi ki, sizin ağılsız işlərinizə biz cavab vermərik və möcüzələr getdi. Allahın əmri ilə bir seri icazlar oldu ki, yavaş-yavaş Peyğəmbərimizin işi tutdu və bu heynində bunlar çalışdılar ki, Peyğəmbərə nəxşə çəksinlər, Peyğəmbərin gülmanı nəxşə çəksinlər, Peyğəmbəri qətilə yetirsinlər. Ona görə ki, Allah Teala cavazı hicrət verdi, izni verdi Peyğəmbərə. Ondan qabaq başqa müsəlmanlara izni vermişdi. Bu dəfə də Peyğəmbərin özünə də izni verdi. Qul ya ibadillezine amanu təqav Rabbakum lillezine əhsanu fi hazihid dünya haseneten ve arzullahi vasi'atun innema yuvaffes sabirune ecrahum bi gayri hesab. Yine ey Allah'ın bəndələri ki, iman gətirmişsiniz və təqva eləmişsiniz. Təqva eləmişsiniz Allah Teala'dan. O adamlar ki, bu dünyada yaxşı işlər əncam vermişsiniz. Eyni işlər əncam vermişsiniz. Allah'ın yeri bəsiddir, Allah'ın yeri böyükdür. Ardullah vasətən, Allah'ın yeri çox böyükdür. فَتُحَاجِرُ فِيهَا hicret eləyin Allah'ın yerində. اِنَّمَا يُوَفَّ الصَّابِرُونَ اَجْرَهُمْ غَيْرِ hesab. Allah Teala vəfa eləyər, səbr eləyər insanlara əcr verər, hesapsız əcr verər. Bundan sonraydı ki, Allah Teala bu əmr ki etdi, yavaş-yavaş müsəlmanlar da çoxu başladılar. Həmən hicret eləmələr və Peyğəmbər də anladı ki, hicret etsin və Peyğəmbərimiz Allah'ın əmri ilə vaxtı xəbəri oldu ki, istəyirlər, öldürsünlər, biləsin. Ondaydı ki, Allah'ın əmri ilə icazət tapdı ki, Məkkədən xaric olsun, geçsin Mədinə. Əlbəttə, burada bir başqa sözlər də var. Bu da bu ki, deyirlər, çünki Peyğəmbər 2 dənə Oğuz qəbiləsi və Xəzrəc qəbiləsi 80 nəfər onlardan gəldirə Peyğəmbərlə Məkkədə heyvan bağladılar ki, əgər sən gəlsən Mədinəyə biz səndən himayət edərik, özləri də İslamı qəbul etdilər. Həman iki taifə ki, neçə illər bir-birinə müharibə apardılar. Peyğəmbərin məbus olması, Peyğəmbərliğə yetişməyə eşitdilər və gəldilər böyükləri Peyğəmbərin dilini qəbul etdilər və Peyğəmbərdən qəbul etdilər ki, ifa eləsinlər. Səhər ki, bir də Peyğəmbər istədi təslim ki, hicrət etsin. Bu məsələydi ki, orada himayət edəyənin çoxu deyil, müsəlmanlar çoxdular. Edəmlərdə dini yaxşı şəkildə devam etsinlər. Axər duamız bir edəmlər Peyğəmbərin yolun hamıdan çox öyrəşib və Peyğəmbərin dininə əməl edəyək inşallah. Əgər sual yoxdur, qardaşlar, bildirəm dərsinizi başa çatdırır. Allah'ın amanında qalasınız. Allah razı olsun. Allah razı olsun. Allah razı olsun. Çok sağ olun. Yaxşı olun ya. Çok sağ olun. Şehit Muhammedi çok güzel tarih müəllimidir. Bunda tarih seçilən tarih ustadlarındandır. Tək İslam tarihini yox, dünya tarihini yaxşı bilir. Həm də Kap şəhəri ona görə bəzi ağa hərdən ləngiməli də olur. Yəni qəsd vəzidə gördük ki, işi tarihində izləyir edeyim. İnşallah biraz sabır olur. Allah razı olsun. Allah sizden razı olsun kardeşim. Allah razı olsun. Razı olsun. Şeyden xeyrə qardaşım. Allah emanet olun.